İndi hazırlaşıram. Zəncirlərimdir mənim. Qıfıl, özüm orada qıfıllanmaq üçün. Bu da plakat. Alman dilində Tofiq Yaqublu azadlıq. Zəncirin simvolu odur ki, məhbuslar qolları bağlıdır, əlləri bağlıdır, azadlıqdan məhrum olunublar. 20 ildən çox olmayan yaşım. Aşağı Saksoniya Sol Gənclik Təşkilatının İdarə Heyətinin üzvüyəm. Onun belə danışmanlardan biriyəm. Həm Azərbaycan vətəndaşı kimi, həm də bir internasionalist olaraq Tofiq Yaqublu mübarizəsinin yanında olmağı özümə borc bilirəm. Sərhədləri bağlama, xalqı əsir saxlama. Azadlıq! Azadlıq! İnsan ne kadar hayatı var? 4 yıl geçsem orada bağımlı. Kolma, kolma! Çok vurma kolma! Azərbaycana bir də girə bilməyəcəm. Amma Tofiq Yaqublu ölümü gözə alıb. Bizim etdiklərimiz onun yanında nədir ki? Azərbaycan hökuməti ona məhəl qoymur və belə geçsə Tofiq Yaqublu həbsdən ölü çıxacaq, diri deyil. Ona görə azadlıq tələb edirəm. Tofiq Yaqubluya azadlıq. Tofiq Yaqublu həbsdən çıxmalıdır. Digər 350-dən çox siyasi məhbusdur. Əsasın azadlıq.